Həqiqətin özü ilə munis olaq. Uns tapmaq həqiqətlə. Alan fəsli ki insan orada yaşay, fəsl modernitə. Fəsl modernitədə insanı tuzub, əxlaqı qoyub kənara, ədəbi qoyub kənara, həyanı qoyub kənara. Bir həya olub insan. Yəni insanın insaniyyətinin bir şöbələri var. Bu şöbələri ilə insan olur da. Zindəci insanda 4 şey rüknüdür gərək insan ona çata, ibarətdir. İffət, şücaət, hikmət, ədalət. Bu rüknüdür aləmdə. İnsanın əgər iffəti olmasa şikəst yeyib. Dünyaya bax ki nə. İnsanın əgər zindəcisində hikmət olmasa, həkim cami insana hökumət eləməsə, hikmət insanın xanavadəsinə hökumət eləməsə, insan xanavadəsində şikəst yeyibdir. Cəhalət hakimdir ona. Cəhalət. Odun qoyu hökumət, odun qoyu idari cami, müdiriyyət cami, müdiriyyət xanavadə. Amma در واقع cəhlidir, müdiriyyət deyil. Müdiriyyətdə elm şərtidir. Əslən rububiyyət, Rəbb yəni müdir. Rəbb yəni aləmin müdiri ki həkimdir. Elmi mütləqdir. Qudrəti mütləqdir. Allah şinasi az پدر و از مادرین بشنیدی لاجرم غافل در آن پیچیدی گر تو بی تقلید زان واقف شوی بی نشان بی جای چون هاتف شوی تقلیدی yox muhit zədəci yox həqiqətin özünə çatmaq qoy insan muhit zədə olayı təqlid eli onunla insan rüşd eləməz dünyayı modernitə bəşəri utub چون فصل حضرت موساده بعضی افراد وارد olubdu فصل علمینن بعضی افراد وارد olub فصل تکاسرنن الان مجلس کوثرده bir فضایل deyib bunun bir ihsasatı olmaq bunun mütəssir olmaq nə baba zindəcidir fəhm zindəci şərh zindəci şərh insan istəsə özü tanıyırsan Fatiməni gərək tanıyırsan özü tanıyır Əlini tanıyır insan odur